Çünki masa aşağı atacağım. Buyurun. Aha, çox xahiş edirəm. Birincisi hər vaxtınız, hər axşamınız xeyir hər birinizin. Buyur. Bax, burada heç kim kişi xeylaqları, burada qadınlar var da. Birinci kişiyə yaraşmaz ki, qadınların qabağında elə tərbiyəsiz sözlər, qurşaqdan aşağı sözlər desin. Vəlizarı səhərdən danışıqlarına görə qınayırsınız, amma siz də söyürsünüz, başlayırsınız, fikir vermişsiniz ki, burada xanımlar var. Amma düzgün deyil, bu bir. İkincisi, heç kim Allahın yerinə əstəğfurullah danışa bilməz. Oğrudur, pozğundur, əxlaqsızdır. Onların öz seçimidir. Allah hamını dünyaya O nə deməkdir? Ay xanım, sən nə danışırsan? Pozğundur, oğrudur, seçkindir, nədir? Sən deyirsən ki, bizim millət pozğun olsun. Lekin ziyan qoy fikrini Ay qardaş, bir dəqiqə, mən sözümü danışıram, mən demədim millət. Qoy fikrini desin axı kimi, sonra danışarsın. Bir dəqiqə, öz üstəm, mən demədim millətin adından demədim. Dedim ki, Allah Taala heç kimi həyata pozğun yaradıb gətirmir. Siz bir sözümü dinləyin, sonra cavab verin. Yəni o özü bilər, o onun şəxsi həyatıdır. Burada heç kim Vəlizarı tərifləmir, demir ki, Vəlizar yaxşı eləyir, onun hərəkətləri yaxşıdır. Bəli, Vəlizarın günorta məsəl üçün yayını elə bil ki, gedirlər də, atırlar da paylaşanda. Mənim oğlum dəfələrlə görəndə demişəm, atam fikir vermə. O elə belə yalandır. Yəni mən oğlumu yayındırmışam elə şey. Mən sizi gözəl başa düşürəm. Onun günorta da onun yayınlarını paylaşanlar var. Bu bir. Sadəcə olaraq bəli, Vəlizar söyür. Vəlizar məsəl üçün bəzi hərəkətlər edir. Mən heç onu dəstəkləmirəm. Amma mən Vəlizarın bir şeyinə görə xoşum gəlir o insandan ki, onun gör necə böyük qəlbi, böyük ürəyi var ki, o xəstələrə kömək edir. Deyirsiniz ki, hədiyyə cəmaatın cibindən gedir. Bəli, o cəmaat da o şirləri kimə atır? Vəlizara. Vəlizara atır da. Bax, bu dəqiqə açaq bir dənə xəstəni qoyaq, hə? Biz də açaq yayın. Bizə şir atan olacaq, atmayacaqlar. O insanlar ona atır o şirləri, hədiyyələri. O da görürsünüz ki, yeri gəndə deyir sizə, xanım, heç kim bilmir başına gələni. Bu həyat qumirantdır. Heç kimi qınamasın. Heç kim bilmir ki 5 gündən sonra başına nə gələ bilər. Bir dəqiqə, ilkin siz mənə xahiş edirəm də mən sizinlə görürsünüz ki, mən öz fikrimi söyləyirəm. Siz bayaqdan hamının sözünü kəsirsiniz, deyirsiniz. Mən öz fikrimi mən demirəm. O düzgün hərəkət edir. Onun hərəkəti, onun şəxsi həyatı mənə maraqlı deyil. Heç mən onun şəxsi həyatını da dəstəkləmirəm. Bəli, çünki bizim uşaqlarımıza o pis örnəkdir də. Mən onu başa düşürəm. Amma mən onun bugünkü gündə onun ürəyinə görə ki, o ki elə gözəl ürəyi var. O hər nə ola bilər. Əməli onu, amma ki görün ki o xəstə ananı, o uşaqları siz fikir verirdiniz ki, o uşaqlarla yəni PK oynayanda uşaqlar onu görəndə necə sevinirdi. Siz o uşaqların, xəstə uşaqların gülüşünü görürdünüz, necə sevinirdi. Çünki imdad ondan gəlirdi o uşaqlara. O uşaqlara kömək edirdi. Ay, çox gözəl bir vurğuladınız. İmdad ondan gəlirdi. Bəli. O imdada görə boyun əyirlər də, qurban sizə. Ay atam, ay qardaşım, bəs bu, deyir sizə, bax, xəstə ana üçün deyirlər ki, bayaqdan, Vəlizar üçün belə deyirsən. Bəs o yazığın uşağı gözünün qabağında, o xəstə olub, pis vəziyyətdə olanda, o ana neynəməlidir? Bir dəqiqə danışmıyor. İlkin ged eləs imdad çağı gəlsin də, ged elə. İndi bir dənə sənə söz İlkin, bir dəqiqə, qardaşım, bir dəqiqə, xahiş edirəm. Ay Fariz, bir dəqiqə. Siz əsas məsələnin mahiyyətini kənarda saxlayırsınız. Yox, bir dəqiqə, qardaşım, qardaş. Bir dəqiqə, qardaşım dedim sənə. Siz məsələnin mahiyyətinə toxunun. Deyin ki, biz üzdən İraqlara qiymət veririk. Biz pozğunlara qiymət veririk. Əyri olan insanlara qiymət veririk. Biz düzgünlərə qiymət vermirik. Biz düzgünləri düzgün hesab eləmirik. Bir dəqiqə də sən fikrimi söylədin. Yoldaşlar, normal adam açanda canlaşanda biz onun Yox, biz onun hərəkətlərini dəstəkləmirik. Heç kim onun hərəkətlərini dəstəkləmir. Sadəcə insanlar onun elədiyi yaxşılığı Oturar, hə, sən ondan narahat Gedib oturar. eləyirlər. Verəm. Bu prayvana, bu prabalvana. Biz nə deyirik, siz nə başa düşürsünüz? Biz demirik ki, Vəlizar pis yaxşı hərəkətlər eləyir. Ya üzr istəm dəfələrlə. Prabalvana, praivana qalıb başqa yerdə. Konkret bizim məqsədimiz olmalıdır ki, biz buna yox deyirik. Siz nə danışırsınız? Siz bunu bir dəfəlik fikirləşin ki, bir dəqiqə, insanlar... Xalq üçün neynəmişəm? Qeyrətdən danışın.
Neynəmişəm? Mən sənə cavab bir hansı dəqiqə. neynəmişəm? Evində olsa, hansı şahidin evində olsa, Bir neyəm dəqiqə. sonra xalq? Burada heç kim. Mən özüm eşidirsən, gör nə deyirəm, mənim dayılarım, əmilərim belə fit çıxmasın, Ay, mənim sən nəslimdən özündən eşidirsən. Bir dəqiqə. Döyüşməyən, sən nə Bir danışsan dəqiqə var? xahiş edirəm. Özündən İlkin bəy. danış. Bir dəqiqə İlkin bəy. Burada Özündən heç danış, kimsə, Bülent. bax o Vəlizarı bəyənənlər belə hamısı inanın ki, onun elədiyi yaxşılıqlara görə onu bəyənir. Bəli. Siz Tüpürüm onun elədiyi yaxşılığa. Əlbəttə ki. Tüpürüm onun elədiyi yaxşılığa. Niyə görə? Bir dəqiqə deyir sizə, bir dəqiqə. Hansı bir imkanlı müğənni, yox, hansı bir imkanlı müğənni yayın açanda hansısa bir kəstə ya xəstəyə köməklik eləyib. Niyə elə deyirsiniz ki? Hansı bloger Eşidirsən köməklik məni? eləyib xəstəyə? Tüpürüm onun elədiyi yaxşılığa. Elə demə, böyük danışmayın ki. Böyük danışmayın, heç kim bilməz başqa Böyük nə. danışmıram, mən olanı danışıram. Milləti söz verəməyəm. Ayıb deyil sizə. 3-4 dənə qadın çıxmısınız bura durub deyirsiniz, Vəlizar belə getdi, Vəlizar elə getdi. Ayıb deyil sizə. Azərbaycan qadınla yaraşmayan söhbət edirsiniz. Siz sabahki, bizim qeyrətli, namuslu, belə deyim, bizim gələcək nəslimizin, oğlan uşaqlarımızın, qız uşaqlarımızın anasısınız. Utanmırsınız bu söhbətləri bu şeyiniz. Ayıb deyil. Ay, vallahi ayıb deyil. Ay, gör, sən yenə çıxdın bura. Sən utan. Ay, sən yenə çıxdın bura. Sən utanmırsan bura çıxdın. Bayaq mən deyirəm, sənin ərin Vəlizar kimi olsun, qardaşın Vəlizar kimi olsun. Ay, İlkin ayıb deyil. Sən utanmadın yenə çıxdın bura. Ay, İlkin ayıb deyil sözlər deyirsiniz. Ay, İlkin ayıbdır, valla qadın belə sözlər nə deyirsiniz ki? Ay insanlar. Lığın birisində durub mənə Vəlizarın reklamını nöş eləyir ki. Siz kiməsə şəxsiyyətini niyə elə sözlər deyirsiniz ki? Şəxsiyyətin yerində o, çünki o birinci başlayıb mənim. O birinci başlayıb mənim şəxsiyyətimi alçatmağa. Bir dəqiqə də bir dəqiqə xahiş edirəm. İlkin o onun şəxsi fikridir. Sən kiməsə fikrini dəyişdirə bilərsən? Ne şəxsi fikridir? Mənə deyir ki, bir dəqiqə deyəm, mənə durub deyir ki, eşitirsən Vəlizar səndən yaxşı oğlandır. Bu sözü mənə deyən alt qadın. Onu heç kim deyə bilməz. Onu heç kim deyə bilməz, amma sən də kimisə fikrini dəyişə bilməzsən. Sən Allah, sən get eşitsən, gör nə deyirəm, sabah ərin işdən gələcək, eşitirsən, get qapıqdan, nə bilim, Xanımlar, qoy bir qapıqdan. icazə verin, mən İlkinə bir dənə söz deyim. Şahin xanım. Bir dəqiqə. Eşidirsiniz, bizə dəqiqə qulaq asın, bir kəlmə deyib gedirəm. Uşa başıma Bir dəqiqə. Bayaq bir xanım. Bir dəqiqə. Sən danışanda mən susurdum Ay da. xanım, Mən icazə verin, mən də bir kəlmə söz danışım da. Yox, bir dənə sözümü deyib qurtarım. Ben sözü yazmasın, hadi Şahin. Bir dəqiqə Siz də. bir-birinizə Bayaq siz burada qulaq asa hicablı xanıma bilirsiniz. sual verirsiniz. Sən Mədəniyyət sözünü var, heç qurtarmadın. Sən danışıq mədəniyyəti Vəlizarın var. bir Nə olur, nömrəli bir fanatısan, dəqiqə hadi susun. Şahin. Bir dəqiqə sus. İlkində O sən anda də. hər dəqiqə dilbə Bir dəqiqə bir də. dəqiqə O sus. bax Hacı Mən Şahinin bir kəlmə şəklini söz qoyan deyib xanım. gedirəm. Siz bayaq Eşidirsən, deyirsiniz ki, bax, hicablı istəmirsən. xanıma, Bax, sən hicablı danışdın, xanıma. Sənlə danışacağım, eşidirsən? Bir dəqiqə də məndən danışma. danışacaq. Siz deyirsiniz ki, uşağı xəstə anaya deyirsiniz ki, uşağı xəstə anaya deyirsiniz ki, Ha, burada ilk nə var uşağı Ha, burada ilk Vəlizar döyüşdür. köməklik eləyib yenə Ha, dəstəkləyir. burada ilk Bəli, döyüşdür. dəstəkləyəcək də. Sənin sözün onsuz da mənə Bir təsir dəqiqə. Danışmasın. Bugünkü gündə bir dəqiqə. Sual verirəm də. Hacı Şahin Bir hayasız qadındır. Sus. Bir dəqiqə. Bir dəqiqə sus, mən sözümü Bir dəqiqə. Eşidirsən Bir məni? dəqiqə xahiş, bir dəqiqə. Ay, sən. Ha, bura bax, yaxşı Sən. bilirəm, özüm Sən gəldim, başa buna düşdün. Gel Vəlizarı Başa tərəflə. düşdün. Sən niyə Bir gecə dəqiqə. yapıyorsun? Sən niyə deyirsən? Susmayana Sən bir qədər ailə mən başçısan, danışacağım. niyə gecə Danışın da özünüz üçün Bu danışırsınız. burada zaşət eləyənsən də sən. Hacı Şahinin Səs şəklini ver. qoyan xanım, anam, gör nə deyirəm, sən haqlısan, sonuna qədər haqlısan və Bir mən yenə də dəqiqə, deyirəm, söz burada deyib sənə heç kim gedirəm sus mən. sözün Siz deyə sual bilməz. Gözəl verirsiniz balam, ki, mən siz ilkin sual balam. verirsiniz ki, hicablı Mənə bir xanıma, dəqiqə sən şərait uşağa yarat köməkli burada. olub, sən Tamam, Vəlizarın başqa tərəfini söz tutursan. deyəcəm. Ay Neynə mən qadın. tutmalıdır da? Ay yaradır, ay insan balası. Yuxarıdakı aşk böcəyi Bir dəqiqə, xanım. Bəli, Bir dəqiqə böcək sakit deyirəm. qoy xanım sözünü İlkin desin. bəy, İlkin bəy bir dəqiqə. Ay qız, Danışığınıza bir fikir dəqiqə verin. sus, Danışığınıza gözləm, fikir hemen. verin. Mən Siz bayaq sizə burada başqa xanımları şey deyirəm. acıyırsınız, çox İnan şahin Allah'a problemlərini mən deyirəm. gəlmişəm. Deyirəm, elənçi xanımları acılayaram da lap başına daş da salaram. Mən Elənçi sizə xanımları heç xanım sözü başqa düşünmür. Onun şəxsi
Hayır, qələt eləyir. Şəxsi fikirləri getsin ayrı respublikada yaşasın, şəxsi fikir eləsin. Mənim dövlətimdə, mənim millətimdə qeyrətli, namuslu insanların olan bir dövlətdə eşidirsən gəlib petuqları nümayiş elətdirə bilməz. Bir də petuqun tərəfini tutana mən xanım demirəm. Petuqun tərəfini tutana xanım demirəm mən. Bir də Beyza çıxdı burada. Ged onda evin içində elə. Sən arvadın anan yer qəhbə balası. Vay 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 vay. Ayıp olsun. Ayıp olsun. Sənin onun anasına değməyə ixtiyarın yoxdur. Sizə bir dənə sualım Necə olacaq. tərbiyəsiz qadınlar. Bu Həcci nənə var, Həcci nənə. Bu Həcci nənə bəyəklarım, Vəli Zarar qəhmə quruldu. İndi də aynen, sən neçə sıfatın var? Eşidirsən, sıfat səndə olur. Yox, sifətlə gör nə deyirəm, sənin Vəlizar kimi üzüyü göstərəcək sifətlə çatmayacaq sifəti var. Deyirəm ki, ay Həcci nənə, sən neçə sıfatın var? Yüksək tutan insan, yüksək tutan insan. Mənim gözümdə heç xanım yox ha. Xanımcılar da ola bilmir. Tüpürüm ona da, tüpürüm ona xanımlığına da. Hayır, kimsə arvadları kimi sən başı danışmırsınız. Yaxşı eləyirəm. Mənə haqqı deyəndə ki, görürəm, mənə haqqı mənim dövlətim verir. Bax, necə ki, bugünkü gündə sizin övladlar özə də banladıb salacaq. Darıxmıyım. İlkin ağzımın danışığını ver. İlkin ağzımın danışığını ver. Zor eləyirəm. Belə də kimsə tərifləməsin. Pox yer üzrə azdıqlara da meyl eləyən kişilərdir, bildiniz də var. Qadınlar meyl eləmir, onlara kişilər. Bu Həcci nənə ilə ikinin əlindən danışamırıq. Ay Həcci nənə, ikinci mənim yanımda danışam. İstəyirsən, ay gün ged evlərin içindən yayım at, Niçin? Sən bir şəxsiyə bax. Mən sizdən normal söz deyirəm. Az bir kere Taliyatazada bir şeyliymiş şeyin cevabında bir dakika dayanın. Bir dəqiqə susun, mən söz deyirəm. Normal söz deyirəm sizə, qulaq asın, xahiş edirəm. Xahiş edirəm. Bir dakika dayan. Sizdən bir dəqiqə susun. Bir dakika dayan. Sen danışırsan da olsa ben sana Dayan. Siz Xahiş kulağın qırğıb deyir də, xahiş deyir də. Bir dakika dayan. Nə danışırsan Bir sən? dakika dayan. bir dəqiqə susun da. Xəstə uşaq olan anan qılıyırsan sən. Bir mədəniyyətiniz olsun, bir-birinizi söyləsin. Ayıbdır. Bir Tanış bıçaqlar. bir Allah'tan qorxun. Xahiş deyəndə Fariz Bu canlı da varsın. Bu qəhvəxana de canlıdır. deyəndə Farizə dedim sən sözünü falan da belə söz söymədə burada. Ayda bunu söğüşə bax. Ay bu. Ayınızlar, ay başınıza Ayda bu dönün. nə məşqsizlikdir. Bax bayaqdan söğüşdən danışan kişilərin ağzından çıxan söğüşlərə bax, qadınların yanında. Kişinin biri mən, kişinin biri mən. Sizə qarşı nəsə təhqir demişəm. Mənə qarşı ilkin nəinki sizin nəinki sizin üzürsəm, heç bir kişinin duxsu çatmaz ki mənə təhqir eləsin. Onun da Amma gör nə deyirəm, mənim bir kişi olaraq, mənim bir Azərbaycan belə deyim kişisi olaraq, mən öz Azərbaycan qadınının danışığının əyri əskiliyini düzəltmək vəzifə borcumdur. Və sən Vəlizar kimini təqdim edib, Vəlizar kimini təbliğ edirsən, sənin ağzının üstündən şillə çəkmək haqqında var. Təhqir eləməyə heç kimin ixtiyarı yoxdur. İmkan ver ben danışım ben çıkacağım. Bak indi o kadına bundan sonra destek lazımdı ha. İndi ondan sonra Azərbaycan erkeklerine bakacak necə destek olacak ona. Ay sağ ol. Heç kim də dəstək olmayacaq. İnanırsınız gəlib dayda qılıyırlar. Şeydir, Hacı Şahirin şəklini qoyan nənə dəstək olun da. Hacı Şahirin Sən eşidirsən, gör nə deyirəm, o qadına biz kimi ki dəstək ola, o qadına uca Allah dəstək olsun, biz kimi ki. Bura qadınlar çıxıb belə bura qadın bazarır. Burada oğlu xəstə olan qadına demək istəyirəm ki, Allah sənin oğluna şəfa versin. Ay sağ ol. Başına dönərəm. Qurban olum sizə. Olar bir dənə Məstəç olub xəstəliyindən şəfa tapır. İlkin bəyə sual verin. Mənim başınıza dönərəm. Salam ayağınızın altında. İlkin, sən də aç bir yayın, qardaşım, aç bir yayın, o xəstə uşağa köməklik elə.
məni qoşmalar. Sabah yayına açacağım. Sabah yayına açacağım. Bir dəqiqə qızlar bir dəqiqə sabah yayına açacağım. Aşağıya o xəstə uşağa kömək ol. Bax, yaxşı, sabah yayına açacağım. Petuq Vəlizarı dəstəkləyənlər hamısı gəlsin, kişiliyi öyrənsin, kişiliyə dəstək olsun. Yaxşı, görür sənə. Başdan Aygün xanım olmaq. Xanım nə idi? Aygün Hanımlar olmaq. bir dakika gözleyin hanımlar. İlkin, Velizara gələn hədiyyələr sənə gələcəkmi? Velizara gələn atılan şirlər sənə atılacaqmı? Bir dənə qəranti İlkin bəy. təkələsi də ölür. Bir dənə sual verim. Deyirsiniz ki, Çünki Velizar Vəlizar kimi gənclərdə ayın böyükdür. Ay İlkin bəy. İlkin onlar mən sual sana bir verirəm sual sizə. verim İlkin. Suraya xanım, bir dənə İlkin. qurban olum, Bəli, dinləyin. buyurun. Eləməyə qızın Ben sual altında. vereyim, Dinləyin bir dənə İlkin bəyə mən sual verim. Bəli, buyurun. Sözüm ben uzaya Bir dənə Buyurun. sual verim, qurban Bir dəqiqə, olum, mən ona valla söz çıxıram. verim. 5 dəqiqəyə çıxıram mən. Başınıza dönüm, sualımı verim, çıxıram. Buyurun. Ölməyə qızın altında, nə olar Allah ki, eləməsin, dinləyin. Allah eləməsin. Buyurun ay xanım. Bir dənə İlkin bəyə mən sual verim. Buyurun. Deyirsiniz ki, Velizar bizim gənclərimizi pozur, pis örnəkdir. Tam düz. Ne dedi? Belə Benim yolumu dediniz də. de. Kime Belə dedin dediniz ki də, benim yolumu düzdürmü? de? Necə? Suraya Bir xanım, dəfə- bir dənə xahiş eləyirəm də, ölüm ayağının Yok, altında. Nə olar? Kızlar indiye kime deyip ki benim yolumu git? Kime deyip? Xanım, Ay Suraya, ay Suraya. Suraya. Suraya, bir dəqiqə səsini Ay kəs. Allah, Görək bax, qurban hörmətdən olum, danışırsan, səsini xəstənin kəsə anasına bilmərəm. imkan Mən vermirsən səsini danışmağa. kəsəcəksən. Pırt danışırsan, bir imkan Xanım, ver də. sual la. verim, düşürəm aşağı. Kim yardım edin? Bu kadın neçə aylardır herkese yalvarır. Ay Herkese etiraf yalvarır. səhifəsi, nə olar? Bir dənə xahiş edirəm, bir dənə qurban olum. Dinləyin, mən bir dənə Hacı sual Şahin'in verim, şeklini düşürəm koyup ona aşağı. özünü reklam edin. Bəli, mən sizinlə razı. Bəli, özü də xəstə uşağın anasına deyir ki, sən onu deyir dəstək. Niyə uşağına kömək ol, dəstək Ay, verir siz də. xəstə nədir bilirsiniz? Xəstənin anası danışır. mən- Səsinizi Sən kəsin də. bilirsən ay. Səsinizi kəsin Sən də. də Sizə Vəlizarın götü maraqlı deyil, xəstə maraqlı deyil. O ananın Vəlizarın götü yerində, maraqlı sizə. o ananın yerində hər kəs olsa Vəlizarı dəstəkləyər. Çünki uşağına kömək olur. Çünkü sen Sizi kəsin xəstənin anasının mənə sualı Bir dənə nə var. olar? Xəstənin anasının mənə sualı var. Ay qadınlar. Xəstənin anasının mənə sualı Dinləyin var. məni, nə olar Buyur. ki? Baxın, dediniz ki, Vəlizar bizə pis örnəkdir, gənclərə pis örnəkdir. Düzdürmü? Elə dediniz də, mən elə başa düşürəm. Bəli Düzdürmü? demişəm. Bax, yaxşı. Əgər bir insan normal insandırsa, niyə Bəli. getsin Vəlizar kimi olsun ki? Lap tutaq ki, baxdım. Niyə onun kimi olsun ki? Əgər beyni varsa, düşüncəsi varsa, ağlı varsa, İlkin bəy. Bu suallarımı verim, ondan sonra cavab verin. Mən düşəcəm aşağı, sizi aşağıda dinləyəcəm. Qurban Tamam, olum sizə. yaxşı. Əgər bir insan normaldırsa, düşüncəsi normaldırsa, ağlı yaxşıdırsa, mən lap Velizara baxsam da belə, niyə onun kimi olum ki? Hə? Əgər mənim normaldırsa düşüncəm, bu belə. İkincisi, o ikinci sualımda verim, düşürəm aşağı, cavab verərsiniz. İkincisi də ki, mən əgər bir gənc ki, bir uşaq ki, Velizara baxırsa, o ananın, o ata hardadır? O valideyn hardadır? O valideynin günahıdır ki, o ona baxır da, düzdürmü? Halal olsun sana, Düzdürmü? halal olsun. Düzdür. Bəli. Ay sağ ol. Bəli, bir dəqiqədən ay Suraya, bəli, yalandan bildim, bilmədim, bəli. Yox, bir. Bir dəqiqə sualım verirəm. Salam mən ki burada bir-birinizi eşitmişsiniz. Özümüzdədir problem. Metroda, avtobusda minib qallara yer verirlər, qocaq saqqallara da təpik vururlar. Velizarın da onda günahı var. Çünki Azərbaycanda sevilir lütlər. Velizar kimilər? Qaldı ki, Qoca nənə ilə balama babaya dəstək təpik vurur, onlar kimi də. Sualımda cavab verin. Bir dəqiqədə qalmışam arvadların içində bir Dayanır durur yerimizdə. Mən ona heç bir nə bilim bir nəsə Qalmadı, diş niyə qalmısan? Mən başqalarına o kişi deyib, yuxarıda gəzənlər var, kişi canlı açıb. Mən onlara dəfələrlə yalvaranda hardaydılar? İndi durub Velizarı müzakirə eləyir. Düz deyirsən xanım, düz yox, özdə o Hacı Şahin şəklini qoyan xanım deyir ki, sən uşağına deyir kömək. Bəli, eləməlidir. Şəxsən mənim uşağım da. Bir dəqiqə, mənim uşağım da xəstə yenə dəstək olsun. Demək istəyirəm ki, Allah səni bağladan imtahan eləməsin. Mənim uşağım da bu dəqiqə xəstə olsaydı ya. Heç kimə göstərməsin. Əlbəttə, mənim uşağım da gözümün qabağında. Ona görə də ağzı Bəli, bax, mənim şəxsən də, mənim də uşağım gözümün qabağında xəstə olsaydı, imkanım mən söz verdiyim kimi düşürəm aşağı.
Allah Aşağıdan kömək qulaq olsun. asacağım. Sağ olun. İlkin deyir ki, Allah şəfasını versin. Pulsuz şəfa olmur. Ay İlkin. Suala cavab vermək istəyirəm. Maddiyatsız şəfa olmur. Xəstəxanada pulsuz xəstənin heç anası kimə düşdü xidmət getdi. Allah ona göstərmirlər. şəfa versin birinci Ay, növbədə. İkinci İlkin, növbədə pulsuz verdiyi heç nə bir dəqiqə də yoxdur, Arzu xanıma İlkin. sual verib cavabını verin Pulsuz də. heç Bir nə dəqiqə sənə yoxdur. qayıdacağım. Xəstəxanada O pulsuz xanımın adama dediyi iynə kimi, də. əgər Vəlizara niyə belə din önəm verirlər? Valla bugünkü gündə mən də TikToka baxanda istəyirəm Vəlizarlıq eləyəm. O Mənə də da pul gəlsin. Vəlizar səndən yaxşı. Elə də sənin qanında var Vəlizarlıq. Elə də. Vəlizarın ürəyi Mənim qanımda səndən yox deyə, yaxşıdır. ay Ürəyi, görsən sən ürəyi. Faiz sonra demişkən qədər meyli var onun, Sən faiz əqli demişkən cəhətdən meyli var, Sən niyə görə? Faiz meyli var ha Faiz. Mən demirsən mən istəyirəm Vəlizarlıq. Yəni mən ay bədbəxtlər, mənim demək istədiyim odur ki, ay bədbəxtlər, mənim demək istədiyim odur ki, ay bədbəxtlər, mənim demək istədiyim odur ki, xanımın verdiyi suala cavab verirəm ki, yəni demək istəyirəm ki, bugünkü gündə mən bax Vəlizara baxıram, görürəm ki, hamı Vəlizara şir atır. Mənə atan Vəlizarın yoxdur. deli Mənə olsun niyə sən atan az, yoxdur? Çünki mən Vəlizar Vəlizar Vəlizardan, deyirəm. nə Amma istəyir? dönüb olsam Vəlizar, hamı mənə də şir atacaq. Sən Yəni siz durub burada Vəlizarı təbliğ eləməyin. Ayıb olsun sizə. eşidirsən? Sən Eşidirəm, nöş eşitmirəm ki, ay Fariz. Sən Vəlizadədən betərsən. Mən sənə deyim sən eşit. Gör nə deyirəm Fariz, dəqiqə eşidirsən? dayanma, Fariz, gör nə deyirəm, çıxmısan burada pül yeyirsən, içmisən orada Niyə araqdan, pül pül yeyirəm, yeyirsən. Pül Ha, kimi yeyirsən də çəkir? Fariz, sən Vəlizarı burada Ay içəndə sən tərəfləyirsən alsan mənə. ötürsən, mən yox. Nə nətər yəni içmişəm deyən mən içməmişəm. Ey qaqaş, mən ayıq başına danışıram. Mən də deyirəm ki, Biz də eşidirsən ayıq başına məni. danışırıq. Utanın Gör nəsə- ala. Nə Vəlizar burada təbliğ edirsiniz? Nəsə Nə Vəlizarın təkfir tərəfini edirsiniz. saxlayırsınız burada? Gör nə deyirəm, bizim içəridə yatan elə qeyrət Allah namusuna Vəlizarın yatan bağlı qardaşlar var. qapısını açsın. Gedin qadın olaraq Amin. Sən harada yatırım? Ha bir dəqiqə dayanın da. Utanmırsınız ala siz. Diyalog aparaq da. Sənə şir lazım. Ha bir dəqiqə Mənə şir lazımdır. Gör nə deyirəm, mən özüm elə şir kimi oğlanam. Sən kimsən ki mənə şirdən mirdən danışırsan? Mən özüm elə şir kimi Dibini oğlanam. axtarsan bir qəpik Az yoxdur. bir dəqiqə dayan da. Mənim eşidirsən, gör nə deyirəm, Ha, bir qəpiyim dəqiqə olmasa da dayan mənim da. qeyrətim var. Mənim qəpiyim olmaya bilər. Sən qeyrətin bir xəstə Hadi mən qeyrətli oğlanam, başa düşdün? İlkin, sən qeyrətin bir Sən Velizardan danışırsan da, Velizar Ha, qeyrətsiz. bir dəqiqə Elə dayan da. oğlanlar var ki, Azərbaycanda öz bir bacısının dəqiqə namusuna dayan da. sataşır. Baba var Ha ki, bir öz dəqiqə dəvəsinə dayan da. Bir sataşır. dəqiqə dayan. Bir dəqiqə dayan. Bir dəqiqə Faiz dayan. söhbət gedir. Bir də toxun çatır elə qeyrətli olsansa bir belə Ha kütləndə bir dəqiqə dayanın da. Bu boyda kütlənin qabağını ala bilərəm. Sizin kimi arvadlar məni yıxıb qoyacaq böyrünüzü Vəlizar eləyəcək. Sənin evindəkilər. Gör nə deyirəm sənə, eşidirsən, elə starlıq payı düşür. Çünki gedin qatılığı satın, eşidirsiniz. Gəlib, gör nə deyirəm sən, utanmırsınız sizə. Utanmırsınız siz Sən niyə gedib yatırsan? İlkin sabah Ayıb olsun sizə. Vallahi ayıb olsun İlkin niyə sizə. yatmırsan? Utanın, Niyə nə xəcalət çəkin, yatmırsan? durub. Velizarın dərdi sənə qalır. Ay İlkin, Velizarın dərdi İlkin, sənə qalır. Niyə yatmırsan bala? İlkin. Adamın dərdi bilirsən nədir? İlkin. Sənə atılan şirlər niyə buna gəlmir? Yanıb töküldü. Mənə şir maraqlı deyil. Mənə bugünkü günə qədər şükür Allaha özüm qazanıb özüm yemişəm. Mən söhbət şirdən getmir, ay kişinin qızı. Ay kişinin qızı şirdən getmir söhbət. Xəcalət çəkini. Burada sən bir Azərbaycan qadını olaraq YouTube'u tərifləyirsən. Utanmırsan sən? Sən utanmırsan çıxıb burada üzdən İrağı tərifləyirsən. Mən onu təriflədim. Mən dedim ki, onun rəyi yaxşıdır. Mən o Ürəyinə tüpürüm onu. Onun ürəyinə tüpürüm mən. Tüpürüm onun ürəyinə. Və onun yerinə sən dəstək olardın da. Neçəydə Kimə dəstək olardı mən? Olardın da. Ha bir Sən dəqiqə deyəcəm dayan. bir yaralı barmağa yot sürtmürsən. İlkin Yaralı barmağa yot sürtmürəm. Mən mındarlayıram. Kəsilən yerim varsa mındarlayım. Ay İlkin. Allah Taala da bilirsən insanın qəlbinə görə Ha verirdi bir ona. dəqiqə imkan Qəlbimə görə deyəndə ki, mənim şükür Allaha eşidirsən acından ölmürəm. Şükür Allaha Allah mənə bir ömür dəqiqə verib dayan, tutmayacaq qeyrətim var. Başa düşdün? Siz Ha bir özünüzdən dəqiqə müqayiət dayan olun. danışaq. Səni Siz kim özünüzdən Bir Azərbaycan qadınlığına yaraşmayan bir şey deyil. Gecə saat 2-də durub Bir uzatmaq məşğul olun. Sən Allah. Sən heç kimin qeyrətdə söz deyə bilməzsən. Mən heç kimin qeyrətinə sataşmıram burada. Sənin
qeyrətvə sataşıram burada. Yox deyirsən ki, qeyrəti heç kimin sən qeyrətdə Yox, söz deyə sənin bilməsən. qeyrətindən danışdım burada. Deyirəm ki, Kimlə qeyrət? bir dəqiqə sözü gör, baş-başa. Hayır, sənlə gedirik yəqin. Nasıl sənlə Sanki başın gedib sənin. Gör nə deyirəm? Başım gedmir, sənin başın gedib. Sən mənim heç qeyrətimə söz də deyə bilməzsən. Başım gedmir, sən birinci ağzımın danışığım qadınları yanılmaya Nə qeyrətdən danışsan? Hansı qeyrətdən danışsan ki, durub Petrun götündən Sən hansı danışırsan? qeyrətdən? Yaxşı eləyirəm, Petrun tərəfini. Pox yeyirsən, yaxşı eləyirsən. Poxu sən yeyirsən. Oxu Sən də qızdına deyəsən. Sən kimsən poxu sən elə yedizdirərəm ki. Yaxşı eləyirəm. Yaxşı eləyirəm. Kim eləyirəm, Petrun tərəfini tuturam. Qələt eləyirsən. Poxu yeyirsən sən. Başa Sən düşürsən, sən deyəsən həddi başsın ha. Poxu sən elə yedizdirərəm ki mən. Ya görüm gözləyirəm. Ağzını danışığımı bildirsən. Ağzını danışma onda sən nə Petrun burada təmsil edirsən millətə. Bəlizar ilkindən yaxşı oğlandı. Bəlizar məndən yaxşı oğlandı sənin gözündə. Başa düşdün? Belə görürük. Sənin gözündə yaxşı oğlan ola bilər. oğlandı. Sən inşallah evladın Əhməd kimi olar başımızı kəsər. Əhməd kimi olar sənin kökünü kəsər. İnşallah başımızı Əhməd kimi olar sənin kökünü kəsər. Oğlum başımı kəsər inşallah. Sən Qoy Əhməd kimi yeşdirsən, mənim başım Əhməd kimi oğlanlara fəda olsun. Əhməd mənim başımı kəssin, amma Bəlizar kimi mənə övlad qismət eləməsin. Amma sənə Allah Bəlizar kimi oğlan qismət eləsin. Qınandığın yerdə Mustafa hoş geldin. Ha bir dakika dayan. Qeyrətdən zaddan danışırsan bayaqdan. Ha, bir dəqiqə dayan. o olmayan qeyrətindən. Görün istəyirəm, o Söz qucağında dayandı, gül buketi bırakın, tutsun sana, bir dəqiqə ərin verir dayandı, sənə, ha. bilmirəm kim verir. Düş aşağı get ayranını dəmləginə, Ha, bir dəqiqə Gəl dayandı. ana gəl şəxsiyə səni gözləyirəm mən. Gəl Ha, bir nömrəmi də dəqiqə verim, gəl dayandı, sənə ha. qəşəng mən xırdalayım sözümü. Ay sən mənə nömrə verəcəksən, gör nə deyirəm sən, gör nə qədər səviyyəsiz bir adamsan ki, deyirsən bir nömrə dəqiqə verəcəm, mən dayandı. sənə nə nömrə verəcəm ki, başa düşmədim. Sən nömrəni Bəlizara verə bilərsən, Bəlizarın ətrafına verə bilərsən. Az qeyrətdən pülə. Tamam bunları atacak mısın? Sənə yoxdur ondan danışır da xanım. Kimdə nə yoxdur ondan danışır. Yəqin evdə anası gillə elə söyüşlə danışır. Zor Aferin eləyirik. sizə, Bəlizar alqışlanır. səndən yaxşı Bəli. oğlan. Ananla elə danışırsan. Xalqın gözü tərəzidir. Xalq burada bir kay 200 Ay, adam sən var. danışırsan, Bu insanlar bilir ki siz kimsiz. Başa düşdünüz? Siz hayasız, kimsən, hayasız, ey? toplumsuz. Gəlib düşmüsünüz üstümüzə. Get yat qadın. Get yat. Elə qadamı alasan. Qadın tinənə qonsun. Sen de Belizar Ha bir dakika dayanın da. Ay Fariz dayı. Fariz dayı. Bir kimi gördüyün insanlara da başa düşdün. Ay, Fariz dayı, İşte sən sən amma bu məni. ilkini Mən sənə susturdan şir ha. yox, tuzik atarım, tuzik İmkan atarım. verirsiniz. Səni istədiyim kimi yönləndirərəm. Sən tuzik Hayır, edən adamsan. Şir nə desən şir Abi, görürsən. abi. Bir dəqiqə dayanın. Fariz dayı Ha, onun bir dəqiqə cavabını dayanın. verəcək. Bir dəqiqə dayanın. Ha bir dakika dayanın da. Ay kurban olarım size. Bir dakika dayan. Ay Elçi. Elçi. Fariz. Sen kişisən düzün dənə. Səndə meyillik var. Gör nə deyirəm Fariz. Bu eşidirsən? Sən də arvadlarla bir ələ vurursan. Gör nə deyirəm sənə. Belə mənim kişiliyimə şübhəm varsa belə görüşüb mən sənin kişiliyimi sübut eləyərəm. Kişilik tək onunla ölçülmür. Ha bir dakika Kişiliyim, eşidirsən mən gör nə deyirəm sənə. Kişiliyi götür bir verməklə dakika dayanın ölçülür. koyun diyalog kopar. Hayır ki sendeki Ha dovşanda bir da var. dakika dayanın da. Gör nə deyirəm məndəki dovşanda da var. Gör nə deyirəm amma mən Kimin ürəklə ölçülür. Sənin fikrin ümumiyyətlə maraqlıdır. Qulaq as, necəsən Fariz? Kişilik ürəklə Yaxşı, ölçülür. ha bir imkan verin ilkinlə. Hayır, Sən sən başına fikrin eşidirsən. Hayır, sən qardaşsan. Ha bir dakika dayanın da. Deyirəm sən Bəlizarın qardaşsan. Farizə mi? Bir beş Ha, bir dəqiqə. İlkin dakika sakit dur bura kişi gəlir. Farizə mi? İlkin sakit dur. Farizə mi? Düz deyirsən, sənin Hayır, gözündə sən kişi ola bilər, mənim gözümdə Bəlizarın qardaşıdır. Bəlizar sənin qardaşındır. Qulaq as gör nə deyirəm. Ala bayaqdan qeyrətdən zatdan dəm vurursa, qulaq as. İşte sən var Sənin şey, fikrin maraqlıdır. sən söz Sakit dur kişi söz danışır da. Sən Sən bir mənə kişilərə bura qulaq çıxıb asmayaydın. Bəlizardan danış, sən nə sözlə qulaq asacağam mən. Sakit dur kişi Dur adım danışır. var, mənim adımdan normal danış. Səsi boğu danışma ala oradan. 1200 lira. Ala mənim səsim belədir, küçük. Səsin belədir, küçüydür, birincisi gör sən nə deyirəm, mən itəm, sən də mənim küçüyümsən. Gör nə deyirəm sənə. 1200 lira Ağıllı var ol. burada. Normalni danış, çıxıb bura kişilikdən danışır. Vəlizarın qardaşı idi, bax o. Oldu söz danışanı da sıraz atırsınız elə onda siz atın da. Sən də səhv eləməlisən. Bilirsən bəs.
Niye İlkin vermiş İlkin atın Musra'da, Musra. Bir dakika xahiş edirəm, sakit Abi olun. benim imkan İlkin, verin da. Ya, ben kulak asın, gör nə deyəsən. Bir dakika Abi benim imkan gözlə. verin İlkin. da. Buyur qardaş. Hayır ki. Mən danışacağım yerdə arvadlar danışmamalıdır. Danışırsa mən danışmayacağım. Mən Hə, arvadlar təmiz söhbət. Danış qardaş, eşidirik səni. Ya mənim üçün kişi danışan yerdə arvadlar sakit durmalıdır. Xahiş edirəm, Arvad deyil də deyirəm xanımdır. Arvad demeyin de hanım deyin. Hanım. Əgər mən ki bayaqdan danışıqlarınızdan arvad deyirəm mən. Danışıqlarınız arvad danışıqları. Sən qələt Təmiz söhbət. Qulaq asın. Çünki normal Sən Azərbaycan qələt eləyib deyirsən. Mən bayaqdan evdəyəm, Fariz. Deyirəm ki, sən qələt eləyib deyirsən. Qadınlar özü söyüş söyə bilər. Mənim üçün, mənim ailəmdə, mənim evimdə qadın söyüş söyə bilməz. Deyirəm ki, sən qələt eləyirsən. Onda belə Deyirəm ki, danışma. mənim evimdə qadın söyüş, mən bayaqdan evdəyəm. Evde atfitsat olcuna. Bura senin evin değil. Bura senin evin değil. Ən azından mən evdə Əski danışma Arzu. Kişi sözün deyir. Artıq əski danışma. Kişi Mən sözüm evdə deyə oturub bilməz. Hamı elə. danışıramsa, bir dəqiqə qulaq asın. Sizə sual verirəm qadınlara aid. Azərbaycan qadını bu cür danışır söyüşlərlə. Hayır, bir dakika. Azərbaycan kişisi söyüşlə danışır be. Azərbaycan qadına gələni danışır. Bir dəqiqə qulaq asın. Mən dedim, ondan o söyüş söyləyir. Sən birinci ona sual ver. Mən də ona görə deyirəm ki, mən danışan yerdə qadınlar danışmasın. Mən ilkinlə özüm danışacağım. Mən danışıram. Mən danışıram. Mən olan Deyirəm yerdə ki, danışmam. birinci o söyüş söyləyir. Sen kimsen ki sen olan yerde danışmıyorsun sen ki. Ay Ne xanım, bir dəqiqə üstünlüğün qulaq var? asın. Üstünlüğün nedir ki kimse? Bir dəqiqə, üstünlüyüm odur ki, burada iki dənə kişi üzrə iki dənə kişi danışırsa, qadının danışmağına ehtiyac yoxdur. Burada kişilər danışsın bu. Sözümü mən demək istəyirəm. Kişi ne yapar? Direkte danışır. Bu kişi direkt. Hakini danışmayacağıq. Biz başa Bir dəqiqə qulaq düşəcəyik. asın. Mən İlkinlə özüm danışmaq istəyirəm. İlkin, bir dənə mənə qulaq as. Bu Vəlzara pis baxırsan, düzdür? Mən də pis baxıram. Pis baxdığımız insanın şəklini bura qoyub, reyting prem yığıb, cəmaatı boyda başımıza yığmağa ehtiyac varmı? 100 yaş. Kim yığır? Bir dəqiqə qulaq as. Xanımlar danışmayın da xahiş edirəm. Mənə qulaq as. Sen kimsene gelip burada zakon koyursan bunu? Bir dəqiqə gözlə. Dedim ki, mən Sen kimsen gelip burada zakon koyursan? Yox, indi dostlar, aşağı qoyma. qardaşın dediyi bir şey fikir bildirək. Birincisi Nə fikir biz bildirək? bunu qoymaqla, yəni göstəririk ki, millətə ki, beləncə insanların qarşısını almaq lazımdır. Beləncə insanların önündə durmaq lazımdır. Beləncə insanlara Sen kim insanlar? Sen kim insanlar? Amma Vəlizarın qohumları gəlib, məsələn burada Aygün var, Arzu var, qohumları gəlib. Və qohumlarına da izah edirik ki, bizim dövlətimiz yaxşı eləyib Vəlizarı tutub, əcəb eləyib. Allah bizim polislərimizə can sağlığı versin. Allah bizim dövlətimizi qorusun ki, belənçinə üzlaqları bizim millətimizin gözü önündə dərisini soyub, tülkü dərisi kimi və Vəlizarın qohumları olaraq bu xanımlara demək istəyirəm ki, Qarqada o qədər üzdən İraq var. Niyə gedib dərisini soymursan? Üzdən İraq var. Yəqin ki, o üzdən İraqların da bir gün Niyə gedib dərisini soymursan? Oturub burada belə yalandan yavaş-yavaş TikTokdan başlanılır. Siz indi Vəlizarın xalası qızısınız, nəyisiniz konkret olaraq deyim mən belə. Yox, Vəlizarın ürəyin sevilir, Ürəyin sedirsiniz. İləri olubdunuz o qeyrətli olanda. Siz Vəlizarın xalası qızı Aygün tanıdıq, şad olduq. Arzu xanım, siz Vəlizarın nəyisiniz? Biz Vəlizarın Biz Vəlizarın Vəlizar özü deyir ki, mən bu yaxşılıqları eləyirəm ki, bilirəm özüm nəyəm. Eləyirəm ki, cənnətin cılsın belə olsa mən onu görüm. Başa düşdün? Cənnətin cılsın, siz ancaq cənnətin cılsın görə bilərsiniz. Sən özündən danış, mən Vəlizardan danışıram. Sən başda olmaqla, bax gör nə deyəm, Arzu sən var ha, İlkin, sən cıldırını da görə bilməyəcəksən. Bunu mən sənə deyirəm. Sən cındırımı çıxardın, indi buradan çölə. Mənim cındırımı çıxartsoz da, məni afsoz da, mən Vəlizarın sifətinə, Vəlizarı dəstəkləyənlərin hamısının sifətinə. Düşdü aşağı, nə gəzsən burada? Başda da siz olmaq şərti ilə. Nə gəzirsən burada? Vəlizar küsü təbliğ eləməyə gəlmişəm. Küsü təbliğ eləməyə gəlmişəm. Gəlmişəm təbliğ eləyim. Niyə düşüm? Səbəb nədir? Niyə görə düşməliyəm? Çünki Vəlizarın qohumlarına icazə verməliyəm ki, Vəlizar qohumları istədiyi kimi danışsın.
Gör nə Ona deyirəm görə ay Ləman xanım. düşməlisən. Bir yüz aşağıdan, bir yüz yuxarıdan arvadlarla danışmaq mənim belə sənin bakimdə evindəki yoxdur. Ancaq bu daxil məsələdə mən sizə cavab vermək özümə şərəf budur verirəm. ki, bu kadar insanların içinde bayaktan hanımları gözlemeye çalışır. Xanımlar deyəndə ki, budur senin tərbiyə. sən necə xanımsan ki, Budur. götün verəni tərifləyirsən burada? Öcü bilirəm. Sen necə onu beğenmirsənsə, mən də onu beğenməkdə bu mənim öz hür Ay, iradəmdir. bəyənirsən, get kimsən? evin içində bəyən, get evin içində bəyən. Allah sizə Sen vəlizar kimi kimsən? Ben evin içinde beğenirim. Burada bu boyda sen kaosu yaradan sensen. Kandıkları alçaldan sensen. Git ayranı böyle. Git Bir dənə benim söz xörəyi deyim. düzəl. Abi sen sözümü Söz deyim alayım düşürəm. Fariz dayı sözümü deyim düşürəm. Ay, Abi, hə, bax bir biz dəqiqə səssiz Bəlizadəni bağlayın. bəyənirik. Sonra bax sana nə? Abi bir dakika sen sözümü alayım. Vəlizarın Bax, sana qardaşı, nə? Vəlizarın xalası qızı, Vəlizarın Ay, bacısı sana nə, Vəlizarı bax, bəyənə sana bilər. nə? Sən Qeyrətdən Vəlizarın yəqin danışmırsan, bacısısan, qardaş. Bir dənə Vəlizarın yaxşı yəqin əlini göstər, xalasısan, deyək ki, Vəlizarın haram yəqin olsun, anasısan, Vəlizar Vəlizarın yəqin Qadan yaxın bir qalmazlar. adamısan ki, Vəlizarı bəyənirsən. Sən ölənlərin bəzəkli Azərbaycan milləti olaraq nə Vəlizarı bəyənirik, Azərbaycan millətinin nümayəndəsi olaraq Ay nə Allah, Vəlizar ay Allah. firmasındakı Belizar bir titulları nəvə bəyənirik. olaraq nənəsinə, babasına 10.000 manatlıq tualet tikdirib. İlkin sən nə Sən eləmisən? də get Sən sıç orada. neynəmisən, Vəlizar tualetə neynəmisən? get, sən də sıç ki. Sən neynəmisən? Gəl sən ağzına. Mən eşidirsən, görünəcəm. Mən